Salam, hörmətli izləyicilər. Vətəndaşların vəsait pay hesablamasından bağlı və ya evdə yaşayanlara təzminatın ödənməsindən bağlı müəyyən məqamlarda, səhv düşüncələri var. Mən hüquqşünas Zaur Seyidzadə məlumat verəcəm ki, vəsaitin payı necə hesablanır, eyni zamanda evdə yaşayanlar üçün təzminat necə ödənir, yəni necə hesablanır ora. Eğer kiməsə maraqlıdırsa sona qədər izləsin. Hörmətli izləyicilər, onu qeyd edin ki, baxın, məsəl üçün mülkiyyət sahibi vəfat edib 100 kvadраtlıq ev var. Normalda hamı düşünür ki, həmin evdə belə deyək də 5 dənə uşaq varsa 5 yerə bölünməli, hərəsinə 20 kvadrat. Hörmətli izləyicilər, nəzərəm belə danışaq da biz. Əgər vəsiyyətnamə ortada yoxdursa, bəli, siz dediniz kimidir. Eyni zamanda insanlar düşünür ki, evdə əri varsa əri artıq pay verilməlidir və yaxud əski pay verilməlidir. Mən bunu əri olan şəxs kimi deyəm, hüquqşünas kimi deyəm, eyni zamanda əri təşkil edən rəhbəri kimi deyəm ki, xeyr, nə artıq, nə əski. Hamını necə verirsə, onu da verilmir. Amma hörmətli izləyicilər, 100 kvadrat hansı halda 5 yerə bölünmür, onu qeyd edim. Eğer vəsiyyətnamə varsa, vəsiyyətnamə olduğu halda baxın, valideyn eğer bir ev adına vəsiyyətnamə verirsə 5 uşaqda, o halda həmin 100 kvadratlıq yer, belə deyək, 5 yer bölünür, 20 kvadrat. Həmin 20 kvadratda 4 uşağın arasında bölünür. Yəni hərəsinə 5 kvadrat. Eyni əhəncini qaydada, belə deyək də, hörmətli izləyicilər, pul da bölünür. Eğer evi satıb varsa və yaxud satmaq istəyirlərsə, eyni qədərdə 100 min. Eğer vəsiyyətnamə varsa, yəni 80 min bir uşağa verir, yerdə qalır 20 min, o da 4 uşağın arasında bölünür. Eyni zamanda onu qeyd edin ki, eğer ərlə arvadın birgə nikah dövründə aldığı mülkiyyətdirsə, onun 50% arvadı satır və ya ərə satır, mülkiyyət yəsi belə deyək, kim olmağına asılı olaraq. Ər vəfat edibsə, arvadı satır, yox, arvadı vəfat edibsə, mülkiyyət yəsizsə, ər satır. Bunu nəzərə almaq lazımdır, hörmətli izləyicilər. Yəni bu qaydada bölünür, hörmətli izləyicilər. Gələn videoda məlumat verəcəm ki, vəsiyyətnamə hansı qaydada, notariusdan başqa harda təsdiq olunur və hansı qaydada və onu etibarsız hesab olunur, hörmətli izləyicilər. Və fürsətdən istifadə edib, artıq belə deyək də, biz yaxınlaşırıq Ramazan bayramına, cümə günüdür. Hamımızın Ramazan bayramını təbrik edirəm. Ən xoş arzularımı çatdırıram və belə deyək, Allah bütün orucları, arzuları qəbul etsin. Kimin nə niyyəti var, qəbul olsun. Eyni zamanda hörmətli izləyicilər, onu qeyd edin ki, telefon hüququ məsləhətinin verilməsi YouTube kanala abunə olan şəxslər üçün 10 manatdır. Buna əlavə ərzəyə yazıb e-mail, WhatsApp ünvanını göndərirəm. Və qeyd edin ki, mənim telefonuma videonun izahı yerində qeyd olunub, hörmətli izləyicilər. Dəstək üçün kanala abunə olun, videonu da bəyənin, hamı bilsin. Dediyim kimi, gələn videolarda məlumat verəcəm ki, hansı halda vəsiyyətnamə vəq olunur və ya notariusdan başqa hansı qurum verilə bilər, hörmətli izləyicilər. Bir də bir şey deyim, hörmətli izləyicilər. Mənim videolarım istər sosial yardımdan bağlı, istər alimentin ödənməsindən bağlı, istər vəsailə ilə bağlı, istər əmlakın bölgüsündən bağlı, istər və digər hüquqlarına bağlı 1300-dən çoxdur. Şotla bir yerdə. Baxıb izləyə bilərsiniz, hörmətli izləyicilər. Sizə əgər hansı sual maraqlanırsa, suallarınızı yazın. Mən yəni belə deyək də, onun əsasında video hazır edə biləcəm. Yəni belə suallara cavab yaza bilmirəm. Ancaq video hazır edə bilirəm. Əgər o fərdi qaydada istəyirsinizsə cavab verin, onu da mənim WhatsApp nömrəmə səsimi mesaj göndərin, mən cavab verəcəm, hörmətli izləyicilər. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın. Təşəkkür edirəm. Hal-hazırda
4900'dan yukarı abone var. Bunu hiç olmazsa çalışacak bir 10 milyon sattılar. Hürmetli izleyiciler. Dikkat çekiyor. Sağ ol. Sağ ol.